Bax, bir də şucağı hissələrə ayırıram. Qulaq asın. Bax, mərkəz qoyuruq. Deyir ki, hipotenuzlu S olan, hipotenzuna S yazdım. Daxilə çəkilmiş çevirən radiusu R'dir. Bax, özündən bir dənə toxunanla radiusunu əmələ gətirir. 90. Özündən bir dənə R'lər yazıram. 90 əmələ gətirir. Özündən bir dənə R'lər yazıram. 90 əmələ gətirir. Düzbucaqlı üçbucağın sahəsindən danışır. Bax, bu düzbucaqlı üçbucağı hərflərlə adlandıraq. Fikir verin. A, B, C deyə adlandırsaq. Mərkəzə də bir dənə O yazsaq. Belə bir dənə üçbucaqlara ayırsaq. Üçbucaqların sahələrinin cəmi bərabər olaraq yekü üçbucağın sahəsini. Görün, hansı üçbucaqdan danışıraq. Bax, A, O, B üçbucağı. Üçbucaq A, O, B. Üstəcələr. Üçbucaq B, O, S. Burada yazsan. Bir də üçbucaq A, O, S. Görürsünüz. Yazsan kənar. Onların üçbucaqların sahələri cəmi iki üçbucağın sahəsinə bərabər olur. Düzdür mü? Yazırsan. Sonra görün ağarıq. Deyirəm ki, bu üçbucağın sahəsini tapmaq üçün, məsəl üçün, katetlərə də A ilə B desəm, A vuraq R bölü 2 olar mı? Buranın sahəsi B vuraq R bölü 2 olar mı? Buranın sahəsi, buranın sahəsi C vuraq R bölü 2 olur. Deyirəm onda, düzbucaqlı üçbucağın sahəsi bərabərdir A R bölü 2, üstəcəl B R bölü 2, üstəcəl C R bölü 2. Bu bizim ifadə şəklimiz. İndi görün olaraq. Bir də burada mən A-bını itirməliyəm. Görsən, mənim düsturumda A-bı yoxdur. Bir də balaca R-nın düsturunu yazdım. Nətər balaca R-nın düsturu? Katetlər topla, kənar deyən düstur. Çıxaq hipotenuzu bölü 2-yə, düzdür? Yaxşı. Buradan A üstəcəl B-ni tapmaq istəsən nə baş verir? 2 dənə E, üstəcəlinsin nə? Olar mı? Qaydıram misalma. S bölünsün, daha doğrusu düzbucaqlı üçbucaq. Burada R bölü 2-ni çölə tullasan, mörtəzdə qalıb nə? A üstəcəl, B üstəcəl, C. R C-dən narahat olma, C və R qalsa olar. Amma aynen bu geçsin, düzdür. Nədir? Niyə? Baxar, deyərsən baxar, yaxşı. Bərabərdir. Nə yazım? Deyin görəm. R bölü 2. A üstəcəl B-nin yerinə də nə yazdım? 2R üstəcəl C, üstəcəl C. O da 2C, 2R, 2-lər ixtisar gedər. R dəyər, onlar R kvadrat. 2C ilə də 2 ilə getmişdilər, eləcə C qalmışdı. C də R dəyər, C R eləyər. O da olar, tutarmışıq da, ispat olundu deyək. Kənarda görmsən nağarda? R bərabərdə 65 C bölü 2 var.